Hello guys, welcome to our channel. Videomuza xoş gəlmisiniz. Bugünkü videoda sizə 5 ifadə göstərəcəm ki, bu ifadələrdən istifadə etməklə siz ingilis dilində danışığı daha tez və səlis şəkildə öyrənəcəksiniz. Birinci ifadəmizdən başlayaq. Actually, əslində ən çox istifadə olunan ifadələrdən biridir. You know, bilirsən necədir? Bilirsən və ya bilirsən necə? Bu iki ifadə ilə mən danışığımı başladıram. That's why, buna görə də bu ifadə ilə birinci və ikinci cümlələrimi bir-birinə bağlayıram. At least, heç olmasa, in the end, sonda. Bu ifadə ilə isə fikrimi sonlandırıram. Burada bir mətn yazmışam, bu mətni sizin üçün oxumaq istəyirəm. Actually, I forgot my wallet at home today. Əslində deyirəm, bugün kaşlokumu evdə unutdum. You know, when I was about to buy a coffee. Yəni, elə kofe alanda xatırladım, kofe alanda yadıma düşdü. That's why I had to return home. Elə buna görə də deyirəm, evə qayıtmaq məcburiyyətinə qaldım. At least, I had enough time. Deyir, ən azından vaxtım, kifayət qədər vaxtım var idi. In the end, I got my coffee and I could manage to arrive to work on time. Deyirəm, sonda kofemi aldım və işə vaxtında çata bildim. Thank you so much for watching video. Videomuzu bəyənin, kanalımıza abunə olun və yaxında digər canlı və öğretici tipli videolarla da tanış olacaqsınız. Thank you so much.